Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. 44 günün hər dəqiqə, hər saatında ordumuz igidliklə irəliləyərək torpaqlarımızı addım-addım azad edirdi. Atılan artilleriya qurğularının zərərsizləşdirilməsi üçün isə arxa cəbhədə daha bir ordu var idi. İllərdir işğaldan azad olan torpaqlarımızın həsrəti ilə yaşayan bu heyət arxa cəbhədə öz vətən müharibəsini başlatdı. ...1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis edilən agentlik illərdir mina təmizləmə sahəsində yerli və beynəlxalq səviyyədə tanınmışdı. Biz Akstaxanın Salolu layihəsi deyilən bir layihə vardı. Orada Anaman EOD qrupu fəaliyyət göstərirdi. Həmin dəstənin əməliyyat rəhbəri vəzifəsində çalışırdım onda. Təmas xəttində gərginlik getdikcə artmağa başlayırdı. Bu gərginliklər ümumiyyətlə illər ərzində tez-tez baş verirdi. Amma bu gərginlik heç də o gərginlikdən deyil. Burada nəsə gözlənilir. Və uşaqlara da ümumiyyətlə orada işləyəndə də həmişə məlumat verdim, danışırdım ki, biz deyəsən tezliklə artıq Salolu layihəsindən keçəcəyik artıq Qarabağ layihəsinə. Orada əməliyyatlarımız orada başlayacaq. İşimizi tez bir zamanda mənə elə gəlir ki, orada başlayacaq. Qarabağ Azərbaycandır. 44 günlük müharibə başlayan vaxtı müharibə xəbərini səhər tezdən mənimlə eyni vaxtda bu agentlikdə işə başlamış iş yoldaşımız Vüsal Quliyev xəbər verdi. Səhər tezdən idi, hardasa 7 radələr idi. Səsi titrəyə-titrəyə, həyəcan, sevinç hamısı birlikdə zəng elədi ki, başladıq. Bəs torpaqları almağa başladıq. Artilleriyamız işləyir, torpaqlar alınır. Yəni o həmin anda keçirdiyim hissləri hal-hazırda bunu danışa da yaşadım. Yəni tüklərim ürpəndi. Çünki o qədər sevincli hiss idi və özümü deyək ki, tanıyıb dərk eləyəndən bu xəbəri gözləyirdim ki, torpaqlarımız geri alınsın. Vətən müharibəsində döyüşün ilk günləri idi. Təbii ki, ANAMA normal əməliyyatını artıq dayandırmışdı. Çünki bu mümkün deyildi cəbhə zonasında. Və ANAMA-nın təmizləmə dəstəsi kiçik qruplara bölünərək rəhbərliyin tapşırığına əsasən gözləmə mövqeyində idi ki, hər hansı köməyə, döyüş üçün köməyə hazır olsun. Biz ANAMA olaraq Horoz regional bazasında yerləşdik. Dərhal bütün qrup üzvləri baza daxilinə çağırıldı. Yaxında olan yaşayan insanlar dərhal işə cəlb olundu. Bugün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Bu müharibə bizim haqlı müharibəmizdir. Biz bu müharibənin içərisində canımızdan belə keçməyə hazır idik və bu istiqamətdə bizim əməkdaşlar böyük rəşadət nümayiş etdirdilər. Gündəlik, məsəl üçün qrup şəklində 4 nəfər, 5 nəfər operativ qruplar yaradıldı. Operativ qruplar gedən döyüşlərdə Tamas xəttindən tutmuş, düz arxa cəbhədə eyni zamanda da kətlərdə gedən döyüşlərin hamısında bütün nə ki tapşırıqlar olurdu, biz onlara dərhal reaksiya verirdik. Əhali 102 və 112 icra xidmətinə müraciət ediblər və həmçinin yerli icra orqanlarına, oradan isə başlarıya müraciət olunurdu, bizə tapşırıqlar verilirdi.
Necə ki, Azərbaycan xalqı artıq bütün xalq həmrəy olmuşdu müharibə üçün. Eyni zamanda biz də həmin həmrəyliyin bir tərəfi idik ki, biz də nə gücümüz var idisə ordunun irəlilənməsi üçün əlimizdən gələn köməkləri eləmək və eyni zamanda arxa cəbhədə o birliyə qaçan, birlik üçün özlərini fəda eləyən cəmaatın psixologiyasının pozulmaması üçün həmin sursatların oradan götürülməsi, zərərsizləşdirilməsi ki, hər kəs özün arxada rahat hiss eləsin. Əziz həmvətənlər, bugün müzəffər Azərbaycan ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edibdir. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əskər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar. Hər gün biz yeni nailiyyətlər eşidirdik. Bu bizi hər zaman çox qürurlandırırdı və biz də arxa cəbhədə Mina Təmizləmə Agentliyi olaraq öz üzərimizə düşən vəzifələri yerinə yetirmək üçün daha da həvəsli, ordumuzun, dövlətimizin, millətimizin yanında olmaq üçün tam gücümüzü sərf edirdik. Gecəli gündüzlü çalışırdıq ki, bütün qoyulan tapşırıqların öhdəsindən gələ bilək. Bizə də tapşırıq olmuşdu ki, yardım etmək məqsədi ilə qruplara bölünmək və xəstəxanalarda köməyə hazır olmaq. Vəziyyətin orada ciddiliyini öz rəhbərliyimə bildirdim ki, mənə əlavə kömək lazımdır burada. Artıq müharibənin ikinci günü 3 nəfər Anaman rəhbərliyi tərəfindən Füzuli Diaqnostika Mərkəzinə təyin olunduq. Vəzifəmiz şəhid və yaralılarımızın üzərində müayinəyə getməmişdən əvvəl üzərlərində olan silah və sursatların təhlükəsiz qaydada götürülməsi və tam təhlükəsiz həkim müayinəsinə yaralılar gedir. Adam olmuşdu ki, təhlükəsizlik sancağı çəkilmiş, əlində qranat, amma adam şəhid olub. Onun əli əlində qalıb. Mən bunların şahidi olmuşam. Yaralılar gələn ki, birinci Anaman nümayəndəsini çağırır. Lakin ilk öncə biz onun təhlükəli olan sursatları onun üzərindən götürək, ondan sonra bunlar artıq yaralını əməliyyat otağına aparsınlar. Düşmən çoxlu sayda böyük raketlərdən istifadə edirdi ki, Smerç tipli raketlərdən. Bu da uzaq məsafədən atıldığı üçün bizim bəzi kətləri, uzaqda olan kətlərimizi belə vururdular. Və bütün qrup üzvləri demək olar ki, bir neçə qrupa ayrılaraq təşkil etdik ki, bu adamlar həmin ərazilərdə dərhal müdaxilə etsinlər və partlamamış hərbi sursatların ərazidən yığılaraq məhv etmə ərazisinə aparılsın və orada dərhal da məhv edilsin. Bizdən təxminən 150-200 metr məsafədə 5 ədəd tam verəyə mina zərərsizləşdirilir. Bunun üçün artıq geri sayım başladı. Horadiz şəhərinin özünə mülki vətəndaşlar qaldığı yerə Smerç tipli raket düşmüşdü. Hüseynov Niyaməddinlə birgə araşdırdıq, gördük ki, həqiqətən mərmi düşüb, partlayıb. Sadəcə olaraq yer biraz quru olduğuna görə onların da orada evin böyründə ot tayası vardı. Həmən o mərminin bir qəlbəsi həmən ot tayasına düşmüşdü, yanğın baş vermişdi. Düşman tərəfindən başladı həmən kənd atəşə tutulmağa, zirzəmiyə girəndən sonra 3-4 metr məsafəmizdə həmən mərmilər gəldi, həmən əraziyə düşdü. Allahdan bir dənə o zirzəmi olduğuna görə, zirzəminin üst hissəsi beton olduğuna görə biz heç bir xəsarət almadıq. Mənfur düşmənlərimizin dinc əhalimizi hədəf tutması, əhalimizin ruhdan düşməsinə əsas hədəflənmiş fəaliyyət idi. Bunun da əsas məqsədi ön cəbhədə döyüşən əsgərlərimizin arxadan aldıqları xəbərlər onların ruhdan düşməsini hədəflənmişdi. Amma şanlı ordumuz və qəhrəman xalqımız və dövlətimiz bu işin öhdəsindən çox gözəl gəldi. Dinc əhaliyə atəş açmaq özü də
əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir və onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərimizin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Bu mövqelərdə hal-hazırda bizim ordumuz yerləşibdir. Necə ki, bütün dövlətimiz səfərbər olmuşdur, biz də səfərbər olmuşduq. Biz də sevə-sevə hər şey görürdük. Yəni, yatanda da ayaq-sayaq yatırdıq ki, indi bir çağırış gələr, gedər kiməsə bir köməklik eləyərik, nəsə bir vacib məsələ qalınca. Hər 8 saatdan bir dəyişirdi, amma ərazidə müharibə getdiyinə görə stasionar post qurulmuşdu. Posta əhali tərəfindən yardımlar göndərilirdi. Evimiz posta yaxın olduğuna görə biz adətən o 8 saat gəlib onlara kömək edirdik. Hansı ki, mülki cəmaət hazır ərzaqlar göndərirdilər, hazır yeməklər göndərirdilər. Onu qablaşdıraraq əskərlərimizə yola salırdıq. Ehtiyac olanda biz ambulansa oturub sanitarkaların asfalta qədər gətirdiyi yaralını götürmək üçün ambulansla həmin yerə də gedirdik və yaralıları ambulansa qoyub xəstəxanaya gətirirdik. Həmin dövrdə mən Beynəlxalq Avrasiya Mətbuat Fondunda İcma Mina aksiyası komandasının əməliyyat rəhbəri vəzifəsində çalışırdım. Bununla yanaşı Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyinin tapşırığı ilə Qarabağ bölgəsində regional əməliyyat rəhbəri vəzifəsini icra edirdim. Biz insanların təxliyəsini həm də həyata keçirilməsi üçün həyətyanı sahələrdə, ofislərdə, bizim əməkdaşlarımızın məskunlaşdığı evlərin həyətyanı sahələrində sığınacaqlar hazırlamağa başladıq. Bu sığınacaqlarda müxtəlif vaxtlarda yerləşən bizim əməkdaşlar əməliyyatları məhz elə vaxtlar oldu ki, həmin sığınacaqlardan idarə edirdilər. Biz Suqovuşan və Tapqaraqoyun istiqamətində olan mina xətlərini yarıb keçməliydik. Bu işdə də yəni bizə dəstək Anamanın həm mexaniki təmizləmə qrupu tərəfindən, eyni zamanda mina təmizləyən itlər qrupu tərəfindən dəstək gəldi və biz sürətli şəkildə Talış Tapqaraqoyun arasında olan yolun təmizlənməsini başa çatdırdıq. İri çaplı artilleriya qurğusundan atılan mərmilər, raketlər, kaset bombaları, fosfor tərkibli bombaları öz həyatları bahasına zərərsizləşdirərək əskərlərimizlə birgə xalqın qəhrəmanına çevrildilər. Allah'ım yardım et, Rabbim yardım et, Allah'ım. Allah'ım yardım et. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb. Allah bütün şəhərlərimizə rəhmət eləsin. Yaralı soydaşlarımıza Allah şəfa versin. Bizə tapşırıq gəldi. Biz 5 dəqiqə sonra Gəncə şəhərində həmin yerə gəldik, çatdıq və əraziyə düşmüş raketin qalıqlarını aşkarladıq, ərazidən götürdük və məlum oldu ki, həmin yerə atılmış raket Toçka U raket olmuşdur. Həmin vaxtlarda Mingəçevirdən də xəbər gəldi ki, bəs Mingəçevirdə də raket atılıbdır. 2 enerji blokunun ortasında tüstüləmə izi var və s. Çünki hələ tam olaraq nəyin atıldığı bilinmirdi. Mingəçevir su elektrik stansiyasının vurulması Ermənistan silahlı qüvvələrinin əsas hədəflərindən biri idi. Sancılan raket 2 elektrik stansiyasının böyük bloklarının tam 17 və 23 metrlik bir məsafələrində yerə sancılmışdı. Yer isə asfalt və asfalt təbəqəsinin altında beton piltələrdən ibarət idi. Biz bunu daha sonradan bildik. Həmin ərəfədə beton və asfalt təbəqəsini raketə təsir göstərməyəcək şəkildə kənardan kəsdik və torpağın 3 metr dərinliyinə qədər biz o torpağı çox ehtiyatla qazdıq.
və həmin raket, belə deyim, yağışlı, çiskinli bir gündə həmin əməliyyatı apardıq və həmin raketi biz orada zərərsizləşdirə bildik. Ən çox da bəzi yerlər vardı ki, mərmilər düşürdü və bildiyiniz kimi mərmi o sürətlə gəlir və uzaq məsafədən gəlir, yerə dəyib, artıq partlamayanda o yerin bir neçə metr dərinliyinə gedirdi. Və bizim əlimizdə texnika olmağına baxmayaraq elə yerlər vardı ki, ora texnika salmaq mümkün deyildi və bütün minaxtaranlar onu əl əməyi ilə, yeri qazaraq mərminin orada olduğunu partlayıb yaxud partlamadığını aşkar edirdilər. Goranboyun Tap kəndi ərazisinə tək sursat səfərinə çağırılmışdıq. Orada bizim hərbçilərin yolunun düz kənarına Smerç qurğusunun raketi düşmüşdü. İndi həmin vaxtlar hələ o raketlərlə davranış, təyinatları ilə bağlı məlumat az olduğuna görə biz o əraziyə çıxış edib o raketlə bağlı araşdırma apardığımız zaman bizim yaxınlığımızda Smerç qurğusuna atılan başqa bir raket partladı. Hardasa bizdən bir 100 metr kimi aralı olardı. Sadəcə arada təpə olduğuna görə qəlpələr tutmadı. Yəni həmin vaxtı bir qədər gözlədik. Bir müddətdən sonra biraz daha yaxın, hardasa 70 metrdə yenə xoşbəxtlikdən təpə arxasından bir raket atıldı, partladı. Onun qəlpələrinin hamısını başımızın üstündən hiss elədik. Ondan sonra təcili heyəti oradan çıxardaraq bir kənd geriyə gəlib təhlükəsiz bir yerdə gözləmə mövqeyini tutduq. Orada gözlədiyimiz müddətdə bizim köhnə əməkdaşımız var, birinci Qarabağ veteranı olan Yıldırım Məmmədov. Onun telefonda əlaqə saxlamaq istədiyini və daha sonra çox həddən artıq həyəcanlı olduğunu, gözlərinin dolduğunu gördüm. Yaxınlaşdım, nə olub? Həmin vaxt elə bil ki, onda bir hiss partlaması yaşadı. Demə, həmin Tap kəndinin yuxarısında mövqeydə onun oğlu minaatan bateriyasında xidmət göstərilmiş. O da onunla əlaqə saxlaya bilmədiyinə görə və görür ki, həmin hissə vurulur. Yəni, bir valideyn üçün çox ağır bir şeydir. Eyni zamanda da Alxanlıda bizim topçular orada atış eləyəndə gəlib onların böyrünə düşmüşdü top mərmisi. Mərmilər yığılan yeşiklərin bir neçəsi dağılmışdı. Elə bir vəziyyət idi ki, atış gedirdi. Atış gedə-gedə biz orada həmin sursatların hansı ki atışa yararlı deyil, biz başlamışdıq onları çeşidləməyə ki, tez onları biz oradan çıxardaq. Biz də bu məcburiyyəti başa düşürdük ki, bunu bizdən başqa eləyəcək bir kəs yoxdur. Bu sırf bizim qurumun işidir və biz də bununla əhalimizin təhlükəsizliyini təmin edə bilirik. Bu da bizim bir vətənə xidmətimiz idi ki, bizim hərbiçilərimiz torpaqlarımızı azad edirlər və arxada olan problemlər aradan qaldırılması bizim borcumuz idi, bizim vətən qarşısında borcumuz idi. Təkcə Tərtər ərazisinə düşmən tərəfindən 20 mindən çox hərbi sursat atıldı. Bizim ordumuzun rəşadəti ilə bərabər Anaman əməkdaşları da arxa səngərdə böyük bir rəşadət nümayiş etdirirdilər. Bir neçə gün sonra artıq irəliyə doğru getdikdən sonra ikinci bir problem çıxdı ortaya. Ordunun gücünü zəiflətmək üçün yollara bastırdığı minaları zərərsizləşdirilməsi tapşırığı artıq bizim qarşımıza qoyulmuşdu. Buna bir zərurət vardı. Kütləvi şəkildə tapılan minalar, mina xətlərindən açılmasına ehtiyac olan xətlər, tapılan sursatlar, raketlər, biz onların zərərsizləşdirilməsi üçün ordumuzun demək olar ki, Amban arxasındaydıq. Ağbənd istiqamətində bir kənd vardı, kəndə gedən yolda dar bir yer idi. Sağ tərəfi qayalıq idi, sol tərəfi çay axırdı, körpü vardı, sol tərəfində kəndə dönən yolda isə bir körpü vardı. Həmin körpülərin altından çoxlu özlərinin istehsalı olan partlayıcı maddələr yerləşdirmişdilər. 300-400 metr geridən isə sağ tərəfdə həmin qayalıqda boşluq bir yer seçib maskalamışdılar ki, görünməsin, hiss olunmasın. Hardasa 60 kilo partlayıcı maddə oraya yerləşdirmişdilər ki, ordu həmin hissəni keçəndən sonra körpüyə yaxınlaşdıqda hər iki körpü və o qayalıqda olan partlayıcı maddələri işə salsınlar elektrik solu ilə. İşə salsınlar və ordu nə irəli, nə geri gedə bilsin. Niyyətləri ürəklərində qaldı və biz həmin körpülərin altından və o dağlıq hissədən, qayalıqdan 200 kilodan artıq partlayıcı maddə çıxartdıq. Düşman hara gəldi, mina bastırıb. Təsəvvür eləyin ki, Xocavənd
alınan gündən bir gün sonra məlumat gəldi ki, Xocavəndin girişində 4 dənə körpü minalanıb. Onların naqilləri çəkilmişdi. Təsəvvür edirsinizmi? Naqilləri çəkilmişdi. Onun böyrünə onu partlatmaq üçün avadanlığı qoyulmuşdu. Sadəcə həmən o avadanlıqdan istifadə eləyərək körpünü partlada bilməmişdilər. Onlara o şansı verməmişdik biz. Hamının bir amalı, bir düşüncəsi var idi. Bizim nə əlimizdən gəlirsə, biz ordunun irəliləməsi üçün ora yardım eləməliyik, kömək eləməliyik. Əhalinin rahatçılığın, təhlükəsini aradan qaldırmaq üçün biz baxmayaraq ki, gecə saat 2-dir, 1-dir, 3-dür, zəng gəlirsə, hər hansı hakimiyyət orqanlarından, polisdən, digər yerlərdən zəng gəlirsə, anında kimə zəng eləyirdimsə, mən gecə saat 1-də, 2-də hər kəsin telefonu açıq idi, 24 saat. Xalq olaraq, mina təmizləmə agentliyinin işçiləri olaraq biz çox həvəsli idik. Və şanlı ordumuzun cəbhədən verdiyi məlumatlar, gözəl xəbərlər bizi daha da həvəsləndirirdi. Biz də öz üzərimizə düşən vəzifənin öhdəsindən gəlib, ordumuza və dövlətimizə layiq olmağa çalışırdıq. Və bu bizim üçün artıq biz şərəf borcuydu. Azərbaycan xalqı sarsılmaz iradəsi, birliyi və vətən sevgisi ilə qalib xalqdır. Bizim seçdiyimiz peşə elə bir peşədir ki, həm qürur vericidir, həm təhlükəlidir. Qürur vericidir ona görə ki, hər bir partlamamış hərbi sursat, hər bir minanı torpaq qatından, torpağın altından çıxardıb zərərsizləşdiririksə, bu deməkdir ki, hər bir mina, hər bir partlamamış hərbi sursat ən azından bir həyatı xilas eləmiş olur. İşğaldan azad olunmuş zonalara bizim tez-tez işimizlə bağlı səfərlərimiz olur və artıq öncəki təmas xəttini keçəndə artıq adamda bir ruh yüksəkliyi yaranır. Biz o yerlərin daha əvvəl cəngəllik, bataqlıq, uçmuş, dağıdılmış, müxtəlif partlayıcı qurğularla təhlükəli bir vəziyyətə gətirilmiş halını bilirik. Bugünkü gedən oranın abadlaşdığını gördükcə istər-istəməz içəridə böyük bir fərəh hissi insan yaşayır. Həm dövlətin üçün fərəh hissi keçirdirsən, millətin üçün fərəh hissi keçirdirsən və bu işlərdə agentliyinin töhfəsi, şəxsən özünün də bir parça töhfənin olduğunu düşündükdə bu böyük bir qürur hissi verir, fərəh hissi verir. Ali Baş Komandanın, Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin sürətli şəkildə aparılması, insanlarımızın böyük qayıdışının təmin edilməsi istiqamətində tədbirləri özünün demək olar ki, Qarabağın hər bir güşəsində insanlarla görüşü bu keçmiş məcburi köçkünlərin bu diyarlara qayıtmasının böyük təşviq edilməsidir. Bir söz var, pedaqoq kinosunda səhv eləmirəmsə deyir, bir torpağı qorumursansa onu əkib becərməyə dəyməz. Əgər bir torpağı əkib becərmirsansa onu qorumağa dəyməz. Biz görəndə ki, bizim təmizlədiyimizdən sonra, biz təmizləyəndən sonra həmən ərazilərdə necə abadlıq işləri, qoyuculuq işləri gedir. Biz bundan qürur duyuruq və bilirik ki, burada az da olsa bizim əməyimiz olur. Çox sevinirik ki, biz təmizlədiyimiz ərazilərdə artıq insanlar yaşayır, əkin biçimlə məşğuldurlar. İllərlə, 30 illərlə hardasa orada başqa yerlərdə, hardasa nə bilim kirayə qalan, çətinliklər çəkən adamlar artıq öz evlərinə gəlir və bizim ürəyimizdə bir dənə təskinlik olur, özümüzə bir sağ ol deyirik ki, artıq o ərazilərdə mina artıq buraxmamışıq. Və bizə əsas qürur verici bax budur. Bugün Qarabağda tikinti, quruculuq, bugün Qarabağda öz yurt yuvalarına dönən insanlar var. Körpə-körpə uşaqlar görsənir, məktəblərə gedirlər, bağçaya gedirlər. Adam həqiqətən bunlara baxdıqca qürurlanır. Biz həqiqətən bir olduq, bir millət kimi bir olduq. Oğlu Tanrıdan arzu edirəm ki, birliyimiz daim olsun. Mən qardaşlarıma, bizim əməkdaşlarım hamısına can sağlıq arzulayıram. İşlərində uğurlar, işlərində, fəaliyyətlərində uğurlar. Zəfərin izi ilə bu izlər təkcə torpaqda deyil, xalqımızın yaddaşında yaşayır. Bu izlər zəfərin, qəhrəmanlığın və sülhün izləridir.